3, 2, 1. Başladıq qızlar. Deməli, birinci sualımız 2, 1. Ləman. Deməli, 2 idrakçı inşaatıdır, 2, 1 isə adlandırmaq, fərqləndirmək, müqayisə etmək. Aha, əla. Loyallıq və ictimai etimadın fərqi. Şəbnəm. Müəssisənin nüfuzuna xələl gətirməkdir, yalan-yanlış məlumat verməkdir, amma ictimai etimad isə əksinədir. Nüfuzu qaldırmaqdır, müsahibə verməkdir. Adlandırılmaq, tərtib olunmaq. Zümrüd. Hüquqlarına aiddir. Kimin? Aha, əla. Kimliyin dərki ilə fəal vətəndaş mövqeyinin fərqi. Aha, Aysel. Milli kimliyi dərki, ölkənin rəmzləri falan haqqında məlumatlı olmaq, fəal vətəndaşın mövqeyi yaşadığı ərazinin yeri tanımaq. Fəaliyyətə aid olan səriştə növləri hansılardır? Şəbnəm. Müstəqil öyrənmədir. Şəbnəm, sən çıxırsan. İnklüzivlik ilə innovasiyanın fərqi. Zümrüd. İnklüzivlik Zümrüd, sən də çıxardır. Demokratiya və insan hüquqlarına hörmətlə mədəni müxtəlifliyə hörmətin fərqi. Ləman. Deməli, mədəni müxtəliflik, yəni dinindən, dilindən asılı olmayaraq hər kəsə hörmət etməkdir. Bir də nə dedik, demokratiya hüquqlarda isə hüquq qarşısında hər kəs bərabərdir. Aha, mədəni davranışlar, konfidensiallığın fərqi. Aysel. Konfidensiallıq gizlilikdir, mədəni davranış, müəllim hesabı etik davranışıdır, danışığına, geyiminə, hərəkətlərinə fikir verməzdir. Aha, əyaniliklə əməkdaşlığın fərqi. Ləman. Deməli, əyanilik resurslardan istifadə etmə, yəni əyani formada təşkil etmə, əməkdaşlıq isə yəni məcburi şəkildə bir yerdə iş görməkdir. Azərbaycancılıqla şəxsiyyət yönümlüyün fərqi. Aysel. Azərbaycançılıq dövlət üzvlərinin vətənpərvərliklə bağlı ümumi olan bütün hər şey Azərbaycançılığa aiddir. Şəxsiyyət yönümlüklər isə dəyərlər, qiymətləndirmə və sair. Deməli, qalibimiz şimdi axır ki biriniz qaldı. Ləman, afərin.